Realdasınız. Real sizə Bakı Expo mərkəzindən xəbər ötürməyə davam edir. Beynəlxalq kənd təsərrüfatı sərgisi öz işinə davam edir. Elə istərdim ki, sərginin gedişatı ilə bağlı ətraflı məlumatı Azpromun icraçı direktoru Yusif Abdullayevdən alaq. Salam Yusif müəllim, xoş gördük sizi. İstərdik ki, ətraflı məlumatı sizdən alaq. Gedişat necədir? Gördüğünüz gibi gedişat çok pozitifdir ve bu kent təsərrüfatı ümumiyyətlə sahəsi ölkəmiz üçün en önemli, iqtisadiyyatımız üçün en önemli sahelerden biridir. Ve bizi sevindiren hal budur ki, bu sergi iller boyu genişlene gelir. Hem yerli şirketler tarafından maraq böyükdür, aynı zamanda xarici şirketlerin sayının, iştirak sayı getdikcə artır. Bu da bir göstericidir ki, kənd təsərrüfatı sahəsində aparılan işlər, islahatlar öz nəticəsini verir. Və təbii ki, sərginin önəmli kulminasiya nöqtəsi möhtərəm cənab prezidentin sərgiyə gəlməsidir və kifayət qədər uzun burada bir müddət sərgidə iştirak edən şirkətlərlə həm yerli, həm əsas da xarici şirkətlərlə görüşməsidir, bəzi müzakirələridir. Bu görüşlərdən, yəni qısa olsa belə ayaqüstü müzakirələrdən müəyyən biz bir istiqamətlər görürük. Belə ki, biz bir neçə xarici şirkətlərlə İtaliyada fəaliyyət göstərən kənd təsərrüfatı sahəsində şirkətlə müzakirələr apardıq. Cənab prezident onlara müəyyən bir istiqamətlər verib ki, Azərbaycanda onlar istehsal qura bilərlər. Biz indi hal-hazırda o şirkətlə görüşüb onun üzərində işləyirik. Yəni demək istəyirəm ki, imkanlar həddindən artıq çoxdur və təbii ki, biz bu imkanları bir fürsət olaraq görüb istifadə edirik. Azpromoya gəldikdə isə biz bilirsiniz, İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsi əsas fəaliyyətimiz qeyri-neft və qaz ixracı artırmaq və investisiyaları cəlb eləməkdir. Biz bu sərgidə 8 yerli şirkət üçün şərait yaratmışıq ki, onlar iştirak eləsinlər, öz məhsulların nümayiş etdirsinlər. Yəni ki, bizim üçün önəmli məsələ budur ki, bəziləri onların artıq məhsullarını ixrac eləyir, bəziləri ixrac eləmir. İxrac edən şirkətlər üçün biz yeni partnyorların tapıb ixracın genişləndirilməsi, heç ixrac etməyən şirkətlər üçün də yeni partnyorların tapılmasına yəni dəstək göstərmək istəyirik. Ümumilikdə dediyim kimi, yəni ki, siz sərgiyə baxsaz gəlsəniz, həm iştirakçıları sayı, həm təşkil olunan kənar görüşlər, panellər, müzakirələr çox əhatəlidir və oradan da bizi bu sevindirir dediyim kimi. Yəni bu kənd təsərrüfatı sahəsi bizim üçün çox önəmlidir və bu sərginin, bu forumların keçirilməsi çox vacibdir. Təşəkkür edirəm Yusif müəllim. Bəli, qeyd edim ki, mənim müsahibim Azpromun icraçı direktoru Yusif Abdullayev idi. O bizə sərgi ilə bağlı son məlumatları verdi, gedişatla bağlı və qeyd edim ki, sərgi mayın 16-sına qədər davam edəcək. Hələlik bizdən bu qədər. Gözünüz realda qalsın.